Mürsəl müəllim, bax bu fikirlərdən bir sual yarandı məndə. Atestatla qəbul olan zaman və yaxud imtahanla fərq etmir. Bu xaricdə təhsil zamanı hərbi xidmətə möhlət hüququ verilmir və yaxud sonra o ali təhsil kimi tanınırmı? Belə deyək, Türkiyədə və yaxud Avropada, belə deyək, digər ölkələr, Gürcüstanda məsələn, rahat şəkildə tələbə qəbul olub bitirdikdən sonra əyanidən söhbət gedir. Onların diplomu Azərbaycanda %100 tanınır. Harda? Əyani şəkildə oxuduğu. Türkiyə, Avropa ölkələrinin hamısında demək olar ki, Gürcüstan, Ukrayna, hətta Ukraynada belə. Düzdür, indi müharibə getdiyi üçün müəyyən problemlər var, amma yəni müharibə dövründən qabaq belə biz qəbul aldığımız tələbələr, məsələn, hansılar ki, bitiriblər müharibədən qabaq, onların diplomları rahat şəkildə tanınır. Çünki qanunvericilikdə müəyyən tələblər var. Təhsil Nazirliyi bu ilə bağlı dəfələrlə danışıb. Yəni sən əgər bu ölkənin universitetini bitirmisənsə, həmin ölkənin dilini bilməlisən. Yəni Ukraynaya getmisənsə, rus dilində oxumusansa, rus dilini bilməlisən. Və yəni qoyulan tələblər də çox primitiv tələblər, yəni sadə tələblər. Həm düzgün, həm sadə. Yəni deyimsə ki, orada günahlandırmaq ki, yox, Təhsil Nazirliyi düz eləmir. Elə deyil. Yəni sənə deyir ki, sən bu ölkəni bitirmisənsə, o dili bilməlisən də. Yəni başqa cür və yaxud orada olduğunu göstər də. Bir sənəd göstərməlisən. Sən orada olmusan. Bəli. Və əsas budur. Digər tərəfdən qaldı ki, məsələn Türkiyə məsələsində daha çox Türkiyə